Bakının mərkəzində səfirlik avtomobili yol hərəkəti qaydalarını pozub, bununla bağlı fotoşəkil yayılıb. Bakının deməli, hansı küçəsində, hansı hissəsində şəkilin çəkildiyi hələlik məlum deyil, amma şəkilin Bakıdan çəkildiyi bildirilir. Həmin şəkili teleaparıcı İlkin Həsənli çəkib, paylaşıb, ictimailəşdirib. Səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair fotoşəkildir. Onu çəkib paylaşıb. O fotonu yeni mikro diplomatiklik zolaqları başlığı ilə paylaşıb və təqdim edib. Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilir. İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir. Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus və ya trolleybus, tramvay dayanacağına və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarına da tətbiq edilir.